Əziz və dəyərli müsəlmanlar, Allahın salamı, rəhməti, bərəkəti hər birinizin üzərinə olsun. Allahın izinlə burada və kitablarımız mövzu dostluqda sədaqət. İnsanoğlunun yaradılışına biz baxdığımızda, insanoğlu ictimai bir varlıq. Yəni, insanlarla daima bərabər yaşamalı və insanlarla daima bərabər olmalı şəkildə yaradılmışdır. Və insanlarla bərabər olduğumuz zaman bizim hər zaman sadiq bir dosta və yoldaşa ehtiyacımız var. Çünki bizim bəzən elə sıxıntılarımız olur ki, biz o sıxıntılardan mənəvi maddi xilas edən yalnız bizim sadiq dostlarımız. Və bir gözəl də misal var, elə dostlar var ki, Həzrət Xızır kimidir. Yəni, hər zaman ehtiyacın anında sənin dərmanın. Yəni, hər zaman da İslam dini bizdən bu şəkildə olmağını istəyir. Ümumiyyətlə, dost sözünə baxdığımızda, dost sözü fars mənşəli olan bir sözdür. Sevilmək, yoldaşlıq etmək mənasına gəlir. Və dini mənasına baxdığımızda, dini terminologiyadan baxdığımızda isə sadiqlik, dürüstlük mənasına gəlir İslam dini baxımından. Və İslam dində hər zaman bu dostluğa çox önəm verir. Və Quran-Kərimə baxdığımızda Allah Subhanahu wa Taala dost, vəli, yəni xəlil sözlərini işlədir. Ən çox istənilən bunun içində vəli sözləri. Allah Subhanahu wa Taala Quran-Kərimdə buyurur ki, mömin kişilər və mömin qadınlar bir-birinin vəlisidir və dostudur. Allah Subhanahu wa Taala möminləri vəsf edir burada. Və başqa ayədə Allah Subhanahu wa Taala buyurur ki, möminlər qardaşdır. İndi biz burada baxmalıyıq ki, Allah Subhanahu wa Taala möminlər deyərkən bunun içində istisnaları qoyub yoxsa yox. Və möminlərin xüsusiyyətini baxdığımızda Allah Subhanahu wa Taala möminlərə hansı xüsusiyyətlər qoyur? Onlar əməl salih iş görənlər. Yəni, bəzən namaz qılan şəkildə, ibadət edən şəkildə kimlərsə görə bilərik. Bəzən oruçlu halda, təheccüd namazına qalxan halda insanlar görə bilərik. Sadəcə bu zahiri görünüş bizi aldada bilər. İslam dini isə bizdən nə istəyir? O insanın sadiqliyi, yəni dostları ilə, ətraf mühitlə bu insanın yaşayışına. Əgər bir insan ətraf mühitinə və dostlarına ziyan verirsə, bu insanın Allah Quran-Kərimdə buyurduğu kimi vay o namaz qılanların halına olması qaçınılmaz şansdır. Çünki bu insanın namazı bu insanı dəyişmədi. Bu insanın orucu bu insana ac qalmaqdan başqa bir şey vermədi. Biz ən ələxüstə özümüz sadiq olmalıyıq. Bəzən sadiq dost axtarışında oluruq. Bəzən sadiq istəyirik, amma özümüz də sadiq olmalıyıq. İbrahim Peyğəmbər buyurur ki, ya Rəbbim, mənə hikmət bəxş et və məni əməl salihlərlə bərabər et. Və Allah Subhanahu da başqa ayətdə buyurur ki, o möminlər əməl salihlərlə bərabərdir. Yəni, bir möminin vəsfin qeyd edir Allah Subhanahu wa Taala, əməl salihlərlə bərabər olması və onu da düzəldəcək. Allah Subhanahu wa Taala buyurur, ey möminlər, ey müsəlmanlar, əməl salihlərlə bərabər olun. Əməl salih olun demir. Diqqət etsək. Niyə? Bir insan fərd olaraq öz yaşantısında, öz səhvlərini özü görə bilmir. Hər kəs özünə haqlıdır. Biz baxdığımızda ki, Firon özünə haqlı deyildi. Nəmrud özünə haqlı deyildi. Özün tanrı deyildi, amma deyildi, mən haqlıyam. Çünki hər kəs öz baxış bucağından özünə baxanda öz yanlışlarını görə bilmir. Allah Subhanahu wa Taala da buyurur ki, ey müsəlmanlar, əməl salihlərlə bərabər olun. Çünki onların yaşantısı, onların həyata baxışı bizi düzəldəcək. Və bu onların həyata baxışı, onların həyat prinsipi bizləri dəyişəcək. Allah Subhanahu wa Taala bizlərdən bunu istəyir. Bəzən Peyğəmbər nə buyurur? İnsan dostunun dini üzərindədir. Hətta Allah Resulü sallallahu aleyhi ve sellem başqa bir hədisdə buyurur ki, hər quş öz tayı ilə, öz bərabəri ilə uçar. Yəni, bəzən biz əməli düzgün olmayan, yanlış işlərlə, fuhuşada dalmış insanlarla bərabər oluruq və nə buyururuq? Xeyr, o öz yolundadır, mən öz yolunda. Xeyr, axır əvvəl onun sənə bulaşması var. Allah Resulü bunun da misalı çox gözəl bir şəkildə izah edir. Buyurur ki, yaxşı dost gözəl ətir satana bənzəyir. Pis dost isə körük çəkənə, yəni o kömürlə iş görən şəxsə bənzədir. Burada kömür satan pis, ətir satan gözəl mənası deyil, sadəcə izah babındandır. Deyək, gözəl ətir satan dost, sənə ətirdən verməsə belə, o ətirin qoxusu sənin üzərində çıxacaq. Yəni, gözəl dostla bərabər olub,
sən maddiyyətindən keçməsən belə, o insan xeyir iş görürsə, sən də onun bir ucundan yapışarsan. Sən də ona bir vəsilə olasan və sən də onun xeyir işə getmiş olasan. Pis dostu isə körük çəkənə, yəni odla oynayana bənzədir ki, o odun qığılcımından sənin də paltarını yandıracaq. Yəni bizim dostumuz, bizim oturub durduğumuz yoldaşımız, əgər pis bir insansa, əgər yanlış yoldadsa, axı əvvəl bizi də o yola çəkəcək. Mümkün deyil ki, çəkməsin. Çünki bu bir dəfə, iki dəfədən sonra artıq üçüncü dəfə bizim üçün adiləşir. Allah Resulü sallallahu aleyhi ve sellem Məkkədən Mədiniyə hicrət eləyərkən ilk qurduğu cəmiyyət müsəlmanlar arasında qardaşlıq idi. O qardaşlıq, o dostluq. Niyə? Çünki oradan gələn insanların maddi və mənəvi ehtiyacları var idi. Bunu təmin etmək buna bir dost lazım idi. Və o bölgə onlar üçün yad bir bölgə idi. Və o bölgədə onlara dayaq duracaq bir insan lazım idi. Və ondan dolayı Allah Resulü sallallahu aleyhi ve sellem onları qardaş etdi. Hətta deyir, o qədər onlar yaxın oldular ki, nə buyurur? Ey qardaşım, malımın, mülkümün yarısı sənindir. Götürə bilərsin. Çünki yeganə İslam dinində bu qardaşlıqdır ki, bu dostluqdur ki, qiyamət günü insanın savabını verər də bunlar. Allah Resulü bir hədis şərifində anlardı ki, qiyamət günü qulun əməli, pis əməllə yaxşı əmələ tərzi qoyulur. Az bir əməli çalışır. Və Allah subhanahu wa ta'ala həmin qula buyurur, ey qulum ki, yaxınlarından savab ət, savab götür. Və bir insan deyir, öz atasının, anasının, yoldaşının yanına gedir, hər birindən savab istəyir. Və hər birinə buyurur, bizim özümüzün savaba ehtiyacı var. Və ən sonunda deyir, bu insan öz din qardaşının yanına gəlir. Bu ki, ey din qardaşım, mənim savaba ehtiyacım var. Həmin din qardaşı buyurur ki, mənim bir savabım var. Bundan dolayı heç bir şeyim yox. Bu məni cənnətə aparmayacaq. Çünki haqq hesab zamanı artıq bu azlıq təşkil edir. Bu savab da sənin olsun. Götür, yetər ki, sən cənnətə git. Və Allah subhanahu wa ta'ala nida eləyərək buyurur ki, o qulun əməli kamil olduğundan dolayı cənnətlikdir. Onun din qardaşı isə qardaşı cənnətə getməyə razıdır. Özü cəhənnəmə getsə, özü yansa belə qardaşı axır cənnətə getsin deyə o insan savab versə, onu da öz rəhmətimlə mən cənnətimə daxil etdim. Yəni, İslam dini bizdən istədiyi dostluq və yoldaşlıq budur. Yaxşı dost olmaq istəyən bir şəxs nələrə diqqət etməlidir? Birinci növbədə biz özümüz yaxşı dostluqmu, özümüzə on sual verməliyik. Hər zaman insan özünə sual verərkən haqqı tapır. Çünki özünə sual verəndə artıq sualın cavabını verməkdən ötürü öz şəxsiyyətinin meyarına baxacaq. Və bundan ötürü öz için bir haqq hesaba çəkilir. Biz özümüz yaxşı dostluqmu? Və biz özümüz yaxşı dostluqsa, yaxşı dost hər zaman yaxşısını axtaracaq. Yəni, sən özün yaxşısansa, hər zaman yaxşını axtararsan. Və bunu yaxşını axtaran zaman öz dostlarının yanlışını da udarsan. Çünki həyatda heç bir insan mükəmməl deyil. Hər bir insanın yanlışları var. Allah Resulü nə buyurur? Bütün Adəm evladları xəta edəndir. Xəta edənlər ən xeyirlisi xətasından tövbə edəndir. Yəni biz baxdığımızda burada istisna qoyulur. Peyğəmbərlərin həyatına baxdığımızda onların xətasına biz zəllə deyirik və insanların da xətası var. Baxdığımız hər kəsdə bu var. Amma bizi üstün eləyən, önəmli eləyən səbəblərimiz nədir? O dostlarımızın xətasını keçməyimiz və onlarda olan yanlışları düzəltməyimiz. Birinci işimiz bizim dostumuza və qardaşımıza ən önəmlisi bir yanlış yoldadırsa, onu xoş bir səviyyədə onu çatdırmaq. Ey qardaşım, sən dilindən yalan çıxdı. Ey qardaşım, sən ibadətində əskisliklər edirsən. Sən yaşantında, həyat müamiləndə, valideynlərlə, ailəndən problemlərin var. Bunları düzəldəyəsən. Və bunu da xoş bir şəkildə deyəcəyik. Və dostlarımıza qarşı edəcəyimizə baxdığımızda onlara qarşı qaşqabaqlı şəkildə deyil. Gülər üzlü olacaq. Allah Resulü nə buyurur? Gülüş sədəqədir. Bəzən iki dost illərlə bir araya gəlmir. Gələr zaman elə bir acı səviyyədə, elə bir acı bir sifətdə gəlir ki, niyə məni axtarmadın? Qardaş, get axtardı. Bugün bir araya gəlmisənsə, o anın dəyərini bil. O anın qiymətini bil. Çünki insan həyatına geri qayıtmayan çaş sözüdür. Çünki çaş sözündən ötürü biz ömrümüzü vermişik. Həmin o çaşlardan ötürü.
Yeganə bir şey ki, o çaşa biz ömrümüzü qurban vermişik. O qurban verdiğin şey dala qayıtmır. İkinci çaş düzəlmir. Ona görə bu gün bu dostun yanındasan, o dostunu xoş bir şəkildə qarşılayasan. İkinci məsələ nədir? Ona salam vermək. Allah Resulü sallallahu aleyhi ve sellem nə buyurur? Sizin aranızda sevgini çoxaldacaq səbəbim sizə deyilmi? Sahabe edib, bəli, bir aranızda salamı yay. Yəni sənin bu dostun, qardaşın səni axtarmırsa, sən axtaransan. Ya görüşmə gedərsən və yaxud da zəng edəyəsən. Allah Resulü sallallahu aleyhi ve sellem deyir, hədis şərifdir, qüdüsü bir hədisdir. Deyir, bir gün bir şəxs qonşu kənddən gəlir. Allah subhanahu wa ta'ala özü bildiyi halda mələklərin onun yanına yollayır. İlk qulundan soruşur, hardan gəlir? Və mələklər elə həmin quldan soruşur. Hardan gəlir? Bu ki, qonşu kənddə din qardaşını ziyarət etmək. Deyir, sən ondan bir maddiyyətin, ondan bir xeyrin var idi? Deyir, xeyr. Sadəcə bunu Allah rızası ziyarət eləməkdir. Və Allah subhanahu wa ta'ala bu ki, o qulun cənnətlikdir. Yəni, bütün əməllərimizi bir sorğu etsəksək, baxaq ki, burada Allah rızası içindir, yoxsa dostundan bir xeyir güdüm. Bugün bu vəzifədədirsə, bundan nəysə bir şeylər qopardım deyə dostluq edilir, yoxsa yox. Sadiq dostluqlar, səmimi dostluqlar davamlı dostluqlardır. Hətta çox gözəl də bir söz var, buyurur ki, ən gözəl dost atanızın dostudur. Atanızın dostu ilə dostluq edir. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur. Bilirsiniz niyə? Çünki atanızın o dostuna 40 ili gedib, 50 ili gedib. Onu sınaqdan keçirtməyə atanın bir ömrü gedib. Bir ömür sınaqdan çıxmış bir insandır bu insan. Bir ömür atanla bərabərdir demək, bu insan 40 ildə atanın sınağından çıxmış bir adamdır. Sən bugün hələ yaşayırsan. Yaşayıb o səhifləri eləyincə atanın səhifini buraxıb və gözəl bir şəkildə önə çıxartdığı dostunu götürərsən. Həzrət Ömər radiyallahu anh nə buyurur? Ey oğlum, məndən sonra mənim dostlarıma da möhkəm yapış. Hətta Həzrət Ömər radiyallahu anh'ın çox gözəl bir sözü var. Bir gün Ömər radiyallahu anh məclisdə oturur və bir şəxsləri tərifləyirlər onun yanında. Həzrət Ömər radiyallahu anh buyurur ki, siz onunla bir ticarət etdinizmi? Buyurur ki, xeyr. Onunla bir yol qət etdinizmi? Deyir, xeyr. Deyir, siz onu heç vaxt tanımaqsınız. Bir dostu, bir yoldaşı tanımaqdan ötürü onunla bir məsafə qət etmək lazımdır. Və bəzən tanımadığımız başqa bir bölgədən bir şəxsi görürük, ona bizim ruhumuz ismişir. İllərlə bir sinifdə, bir parta arasında oturduğumuz yoldaşımız deyil, ona biz yaxın dostuq. Bu biz niyədir? Allah subhanahu wa ta'ala ruhları cəsədlərdən 2000 il öncə yaratdı. Biz baxdığımızda bəzi hədislərdə bu keçir. Və deyir, orada yaradılanda o deyir, ruhlar bir-birinə tanış idi. O ruhlar bir-birinə sadiq dostlar idi. Dünyaya gələrkən isə zahiri görünüşlərdən dolayı onlar ayrı düşdülər. Amma elə ki bir araya gəldi, az bir müddətdə ən sadiq dostlar oldular. Baxırsan ki 11 illik parta yoldaşın bir yana qalır, 5 günlük tanıdığın insan daha sənə yaxın. Çünki onun qəlbi, ruhu sənin inancınla, sənin fikrinlə eyni bir amaldadır. Bəli, fərqli düşüncələr ola bilər. Allah subhanahu ona görə bu ki, o yanlışları bıraxasınız. Və əməl-salih dostların xüsusiyyətini anladarkən Allah subhanahu nə buyurur? Onlar sadiqlərlə, siddiqlərlə, şəhidlərlə və salihlərlə bərabərdir. O yaxşı dostlar. Demək, biz yaxşı dost seçməliyik ki, biz də o insanlardan olaq. Yunus Əmrənin çox gözəl sözü var. Buyurur ki, döyənə bağışlamaq, söyənə dilini saxlamaq lazımdır. Yəni, hər kəsə cavab versək, dostumuz olmaz. Ona görə bəzən öz dostlarımızın yanlışlarını udub və gözəl bir şəkildə cavab verməliyik. İnsan tez-tez dava-dalaş edən bir şəxslə dostluq etməz. Ona görə də hər kəsdən mübahisə edən, hər kəsdən dava-dalaş edən insan heç vaxt olmayacaq. Çünki heç zaman yaxınımızda sadiq bir insan olmayacaq. Bizim ehtiyacımız olduqda, İnsanın ən yaxını dünyasını dəyişəndə axtardığı vallahi maddiyyət olur. Sadiq bir insan ilk anda onun yanında olanda ona təsəlli verən onlar idi. Həzrət Peyğəmbərimiz sallallahu aleyhi ve sellem Uhud döyüşündə müsəlmanların məğlubiyyətə uğradığı bir vaxtda Həzrət Peyğəmbər sallallahu aleyhi ve sellem başını qaldıranda yanında kimi gördü? Ən yaxın dostları. Həzrət Əbu Bəkir, Həzrət Ömər kimi bir insanlar gördü. O Əbu Bəkir ki, Allah Resulü ki, ey Əbu Bəkir, bütün
İslam üçün eləyən insanın haqqını verdim. Sənin haqqını verəmədim. Qiyamət günü sənin haqqını Allahdan istəyəcəm. Elə bir sadiq bir dost idi. İndi biz öz həyatımıza baxaq ki, biz öz dostlarımızla sadiq ola bilirik yoxsa yox? Nə qədər bu dostluqlar üçün əlləşirik? Nə qədər dostluğumuzun qorumağı üçün əlləşirik? Və sadiq dost deyib bizə güvənir. Bizi öz evinə buraxan varmı? Bizi öz malın, mülkün bizə əmanət edən varmı? Ki, bir insan deyir ki, evimin haçarısan mən olmayacağım. Mənim malıma, mülkümə sən əmanət ol. Biz ondanıq mı? Yoxsa qonşumuz, dostumuz, salam verdiyimiz insan uzaqlaşıb gedəndə öz maşının aparıb başqa yerdə saxlayır ki, ziyan vurmasınlar. Yoxsa ondanıq. Yoxsa namazda bir səhvdə dayanıb, qardaş deyib, amma arxada keçən kimi o insan fitnəkar insandır, o insan pis insandır deyənlərdənik. Hər kəs öz həyatına bir baxsa, özümüzü düzəldə bilərik. Allah subhanahu wa ta'dan birinci öz nəfsimə, özümə, sonra sizlərə daima sadiq olmağı və daima sadiq dostlarla bərabər olmağı Allah subhanahu istəyirəm. Allah subhanahu bizləri bu dünyada ümmət-i Muhammedə xeyir verən, ümmət-i Muhammedin xeyri üçün əlləşən bir qullardan etsin.